Bu il vahid milli imtahanlara qeydiyyat 5 mart saat 10:00-da başladı. Bu proses 2 aprel saat 18:00-da başa çatacaq. Abituriyentlərin qeydiyyat prosesi bu ildə bir neçə mərhələdə keçiriləcək. Əsas mərhələdə 2 aprel saat 18:00-a qədər imtahan iştirakçıları qeydiyyat haqqını ödəməli, şəxsi məlumatlarını sistemə doldurmalı, imtahan şəhərini və fənləri seçməlidirlər. Fən dəyişdirmək və ya əlavə etmək, eləcə də imtahan dilini dəyişmək abituriyentlər üçün 10 aprel saat 18:00-a qədər mümkün olacaq. Onlar həmçinin bu vaxta qədər imtahan şəhərini də dəyişmə imkanı əldə edəcəklər. 2025-ci ilin vahid milli imtahanları üçün qeydiyyat 5 mart, yəni bugün saat 10:00-da başladı. 2 aprel saat 18:00-a qədər davam edəcək. Qeydiyyat prosesi yalnız Təhsil və İmtahanların Milli Mərkəzinin onlayn platforması vasitəsilə aparılır. Bu ildə qeydiyyat bir neçə mərhələdə keçiriləcək. Əsas mərhələ 2 aprelədək davam edir. Bu mərhələdə abituriyentlər imtahan verəcəkləri şəhəri və fənləri seçməlidir. Lakin onlar sonrakı mərhələlərdə seçimlərini dəyişmək və ya əlavə etmək hüququna malik olacaqlar. Əgər abituriyent xüsusi şərtlərə ehtiyac duyursa, qeydiyyat zamanı müvafiq xananı işarələməlidir. Sonra resurs mərkəzinə tibbi arayış, yəni forma 100 ilə müraciət etməlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, 12-ci sinifdə oxumayan şagirdlər vahid milli imtahanlarda iştirak edə bilməzlər. Qeyd etmək lazımdır ki, Marneuli İctimai və Özəl məktəblərinin 12-ci siniflərini təxminən 1200 şagird bitirir. Onların 50%-dan çoxu imtahanlara qeydiyyatdan keçir. Ümid edirik ki, bu ildə onlar ən yaxşı nəticələri göstərəcəklər. Marneuli bələdiyyəsindən daha çox tələbə universitetlərə qəbul olunacaq. Vahid milli imtahanlarda iştirak etmək istəyənlər qeydiyyatdan keçməzdən əvvəl imtahan haqqını ödəməlidirlər. Bir fənn üçün onları ödənir. Əgər abituriyentlər 2 aprel saat 18:00-a qədər qeydiyyat haqqını ödəyirlər, lakin hər hansı səbəbdən qeydiyyat prosesini tamamlaya bilmirlərsə, onlara 10 aprel saat 18:00-dək prosesi tamamlama imkanı veriləcək. Xatırladaq ki, abituriyentlər məhdudiyyətsiz sayda təhsil proqramı seçə bilərlər.